iki mühüm belə deyək, nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının aparıcı dövlətləri ortaya qoyduqları bir sənədi də düz əməlli belə deyək, məxfi şəkildə təqdim edə bilmədilər. Bu sənəd həqiqətən də Rusiyada hazırlanmış bir sənəd idi və sən demə Alyaskadan çox-çox əvvəl Kiril Dmitriyev, o da yaxşı alverçilərdən biridir. Putinin qızının, rəfiqəsinin əri. Fikir verin, görün, yəni kimlər siyasi arenada rəhbərliyi həyata keçirirlər. Yer gəlmişin Uitkovla Kuşner Moskvaya gələndən dərhal sonra Kiril Dmitriyev bunların Moskva küçələrində vaxtı ikən deməli Trump'ın Sankt-Peterburgda, o vaxt Leningradda gəzdiyi küçələrdə, nə bilim restoranlarda, yeyib içməklərdə, eş-işrətdə necə dolandırmışdısa, elə dünənləri deməli Putinlə görüşdən öncə deməli Uitkov, Kuşner, Kiril Dmitriyev Moskva küçələrini gəzərək belə deyək də bir səyahət həyata keçirmişdilər. Bunların ancaq işi gücü şantajlamaq, amma ancaq işi gücü belə deyək də kimisə hardasa lentə alıb sonra da şantaj eləmək. Sual verirsiniz ki, Trump'ın bu məsələlərdə rolu necədir? Trump Putin'dən də daha çox Ukraynaya qəddarlıq nümayiş etdirir. Baxmayın onun o gülüşlərinə, onun o hiləgər davranışlarına. Trump elə bir oyun oynayır ki, yəni onun əkdiyi o zərərli meyvələri respublikaçılar, o cümlədən demokratlar da Amerikada uzun illər o zəhərli meyvələri necə deyərlər, zərərsizləşdirməklə məşğul olmalıdırlar. Çünki bugün doğrudan da Amerika kimi nəhəng bir dövlət, yəni Rusiyanın şantajları qarşısında işğalçıya bəraət qazandırır, işğalçıya bir növ nəfəs verir. Və indi başı düzdür, Venezuelaya qarışıb, deyəsən Maduro'nun belə deyək, yaxasından möhkəm yapışıb və Maduro da Maduro'dur ya, bilirsiniz bu Nicolas Maduro diktator, ümumiyyətlə diktatorlar tarixdən nəticə çıxarmalıdırlar. Çünki təəssüflər olsun ki, uzun illər hakimiyyətdə olan bəzi siyasətçilərin, o Leninin belə bir əsəri vardı, müvəffəqiyyətdən başgicəllənmə. Yəni başgicəllənmə xəstəliyinə tutulurlar. Həmin Putin deməli Zelenskini qeyri-legitim sayır. Halbuki Zelenski ikinci dönəmi də prezident olmayıb. Amma özü 25 ildir hakimiyyəti zəbt eləyib. Deməli Medvedev və özü ikisi tandemdə, yəni Yeltsindən hakimiyyəti təhvil alandan sonra Yeltsini də içizdirib, yəni belə deyək də, onların sevimli bir məşğuliyyəti var da. Necə ki, bu günləri bir vaxtlar Rusiyanın prezidenti olmuş Dmitri Medvedevin necə rəzalətli və rəzil gündə olduğunu bütün dünya belə deyək, gülüşlə lağlağıya alırlar. Yəni nə danışığını bilir, nə bəyanatlarına bir sərhəd qoyur. Ona görə də demək istəyirəm ki, baxın, yeni il yaxınlaşır deyə deyirlər ki, Zelenski gələn həftə istefa verəcək. Ay nə bilim, yeni il gecəsi bir bəyanat verəcək. Bunlar hamısı xam Rus və Amerikanın belə deyək, bir yerdə cızdığı plan əsasında yəni səsləndirilir. Amma mən sizə deyim ki, nə qədər çətin də olsa, Ukrayna bir qədər bundan əvvəl baxıram, Ukrayna bu günləri deməli artıq Tambovdakı neft emalı zavodunu təsəvvür eləyin. Rusiya bu günləri özünün bütün əksər neft emalı zavodlarını itirib. Təsəvvür edirsiniz, yəni Rusiyada bir həftə, 10 gün bundan qabaq elə Rusların özlərinin çəkdikləri kadrları bütün dünya seyr eləyirdi ki, Moskva və Moskva ətrafında Rusiyanın bəzi şəhərlərində neft qaz ölkəsi olan Rusiyada yanacaq növbəsinə, yəni belə deyək də, benzin növbəsinə dayanan avtomobillər yığılıb qalmışdılar. Bir sözlə, Trump hələlik Putinlə oyunlarını davam etdirir. Yəqin ki, indi bayaq Peskovun bir açıqlamasını yenə də o məsələyə diqqət yetirim ki, Trumpla Putin istənilən an danışa bilərlər. Amma bunun üçün hələ ekspertlər görüşməlidirlər, ekspertlər müəyyən nəticələr ortaya qoymalıdırlar. Bir sözlə bunların bu kənd-kənd, o üzr istəyirəm, uşaqların xalabazı oyunları olur. Bu hansısa bir kəndi nəzarətə götürmək Putini deyəsən həvəsə gətirib. Amma bu həmin Putindir ki,
dördüncü ildir, fevral ayında dördüncü il olacaq ki, yəni qısa bir müddətə Ukraynanı təslim edəcəyini danışırdı, Kiyevdə hərbi parad keçirəcəyini düşünürdü, Ukraynanı NATO'dan çəkindirəcəyini bəyan edirdi, amma cəsarəti və kişiliyi çatmadı ki, nə Finlandiyaya, nə də İsveçə, yəni bilirsiniz də, yəni hər iki ölkə Ukraynaya qarşı təcavüzə başlayanda Rusiya NATO üzvlərinin sayı 30 idi. Amma Ukrayna müharibəsi dönəmində isə 32, yəni NATO ölkələrinin sayı 32'ye gəlib çatdı və Rusiyanın da yenidən bir vaxtlar ləğv elədiyi Leningrad hərbi dairəsini yenidən bərpa etmək, 100 minlərlə yenidən çağırıcını silah altına qoymaq məsələsi gündəmə gəldi. Bir sözlə, hələlik bugün dünyada bütün dünyanın diqqəti Trump və Putin cütlüyünədir. Onlar da deyəsən uzun müddətdir, həm Alyaskada o qırmızı xalılar ki Trump'un ayaqlarının altına sərmişdi. Yəqin ki, müəyyən razılaşmalar var. Bu razılaşmalar da təəssüflər olsun ki, insan ölümlərinə gətirib çıxarır. Hər iki tərəfdən, həm Rusiyanın, həm də Ukraynanın, həm mülki, həm də hərbiçiləri həlak olurlar. Amma Peskov deyir ki, biz razılaşmışıq. Uşakovun da axşam bir açıqlamasına baxdım. Razılaşmışıq. Sakit, yəni biz sakitliyi sevirik. Fikir verin. Yer yerindən oynayır. Təyyarələr uçur. Helikopterlər uçur. Raketlər uçur. İskəndərlər, nə bilim bunların sarmatları, bunların topulları, nə bilim Burevestnik'dən danışırdı. Ötən həftələrdə xatırlayırsınızsa, dünyanı Burevestnik və Poseidon dronları ilə hədələyən Putin bu günləri yenə də bu danışıqları bu şəkildə uzatmaqla ümid eləyir ki, bu hansısa əraziləri nəzarətə götürəcək və nəhayət ki, Trump birdən-birə durub deyəcək ki, malades Putin, tanıyıram, mən sənin bütün işğal elədiyin əraziləri tanıyıram. Mən də həmişə demişəm Züleyxa xanım və bugün Günas TV izləyicilərinə bir daha öz fikrimi bölüşmək istəyirəm. Deyirəm, dəvənin boynu nə vaxt düzəlsə, onda onlar da öz xam xəyallarına və arzularına çatacaqlar. Kimliyindən asılı olmayaraq Ukrayna sona qədər silahı yerə qoymayacaq və ərazi bütövlüyünü də mütləq tam şəkildə bərpa edəcək. Mən başa düşürəm ki, indiki halda Ukraynanın buna resursları çatmasa da, amma bizim də yadınıza gəlirsə 28 il biz dözməli olduq, 28 il hazırlaşmalı olduq, amma Ukrayna xalqı artıq öz hərbi sənaye kompleksini də işə salıb, Ukraynanın vəziyyətini Avropada da başa düşən siyasətçilər var. Ona görə də Ukrayna mütləq mənada artıq Rusiyanı cəzalandırıb. Mən bunu açıq demək istəyirəm. Yəni kim necə istəyir elə də düşünsün. Rusiya onsuz da zəbt elədiyi ərazilərdən geriyə çəkiləcək. Bu günləri öz konstitusiyasına daxil elədiyi əraziləri bombalayır. Söhbət Xersondan gedir. Bilirsiniz də, onlar Xersonu artıq öz konstitusiyalarına əlavə eləmişlər. Zaporojyedir və digər ərazilərdir. Ona görə də Ukrayna xalqı, yəni bütün bu Rus-Amerika oyunlarını nəhayət ki sonlandıracaq. Bu uzun çəkməyəcək. Yəni hamı bu müharibədən yorulub, müharibə ancaq yaxın aylarda da hələ aktiv fazada davam edəcək.